Yorulmusan? Bizon Ice Coffee ile yorğunluğu alt üst et. Əsrlərdir öz sirrini qoruyan sonsuz dərinlik, təbiətin digər möcüzəsi ilə birləşir. Patron, dəniz duzunun günə baxana saf toxunuşudur. Patron, kimyəvi maddələrdən uzaq, ləzzətin keyfiyyətə sadiqliyi nümunəsidir. Unudulmaz anların ən ləzzətli dostu, Patron, ən səmimi anlar üçün. 110 min kvadrat metr ərazini əhatə edən, geniş avtodayanacaq sahəsi ilə seçilən bizim ev mebel şəhəri 100-dən çox brend mağazası ilə müştərilərə xidmət göstərir. Burada avangard, klassik, modern üslubda yerli və müxtəlif ölkələrin istehsalı olan yumşaq, qonaq, yataq, gənc, mətbəx və ofis mebelləri təqdim olunur. Bol çeşid, zəngin dizayn seçimi, sərfəli qiymətlər, yüksək servis və yerində kredit imkanları. Bütün bunlar bizim ev mebel şəhərində. Ziyarət etməyə tələsin. Tam Store'da meyve ve terevez maya değerine. Tam Store'a gel, gündelik yenilenen tam teze ve bol çeşitli meyve ve terevezi uygun qiymətə al. Fürsəti kaçırmayın. Tam Store, meyve ve terevez bizim işimiz. Patronun, Bizon'un, Bizim Ev Mebel şəhərinin və Tam Store'un baş sponsorluğuyla iki qapı arasında serialı başladı. Deyirəm Fazil, qar deyil, qardaşdır. Sir deyil, sirdaşdır. Yolu deyil, yoldaşdır. Yar deyil. Salam, nə Sadiq, var? keç at. Ayo, Yo, keç at. Keç, başım. ay, yaxşı. Sadiq, dur. Nə oldu? Mən ölüm başdan otur. Baş burada, baş gedir də. Hadi Fazil, mənim qardaşım bu evdə harda otur sonra başlayır. Başımı qoyaram, onun getdiyi yola çıxıra izə. Gəlişi ilə şərəf verdi. Ay da yoxsa görünmürsən. Axşam görüşmədik. 10 deyirəm də görüşmədik. Mən tələsirdim, qaçdım. Fita basdım, cavab vermədim. Bu budu mənə niyə qoymusan? Düz deyə mən bud xoş deyənəm, onu heç kimlə paylaşmıram. Amma Sadiqə qurbanı. Mən ölüm dedim. Məndə də var, qardaş, bunu da götür, başına dönərəm sənin. Nə dayanmısan, dayına söz işsindən, hə boy? Qəşəkə, çox doldur. Nədir bu həngamə, qrup qırası, nədir, təmanna nədir? Orasını bir dəm bilim bilə. Elə belə. Həmən qaynımı qonaq çağıran var ha. Gərək nəsə işimiz düşsün. İşim düşsün. Nə? İşimiz düşsün gərək. Sadiq. Danış, ha. Yox, elə bir şey deyiləm, başın qurban. Mən bilirəm ki, sən mənim bir sözümü iki eləməzsən də, indiyə kimi də eləməmsən. Nə oldu, bu niyə məzlum oldu? Knopkası var, vuran kimi məzlum oldu. Yox, Düzələr, şaşqətlidir bana, ölü bir. Ay dayısın, bu da bir iş düz qoş da. Bu elə bütün günün nə evin ortasından ayırsın, bu bir işə getsin, gəlsin bir cibində. Allah olsun, ailə deyir, 2 dənə buda iş qurursunuz aşağı. Yox, Yaxşıdan, hə, eşdən. Bilirdin də bu yemək içmək elə belə olmasa. Yox. Oğlum, sənin ixtisasın nədir? De dayına, de, nə bilirsən de. İxtisas bilmirsən nədir? Nə bilirsən, nə bacarırsan. Ay, sən dur bir... Yo, ixtisası deyirəm, yəni boş ver də dayı. Mən özüm nəyi bacarıram, harda rahatam, mən ora qoyum. Nə, de, də Nə bacarsan, bir danışıyorum universitetlərin nə öyrənmişsən, nə eləmişsən? Elektrik mühəndisliyi. Hə, bax, qəşək. Ay, yo, yaxşı. Onu öyrəndin? Yo, elə bil ki, universitetdə bizim sinifdən başqa bütün sinifin işıqları yanırdı, bizim sinifin işığı yanmırdı. Sən fikirlərsən. Qaranlıqda, ikinci kurslarda qaranlıqda qalmışdıq. Getdim elə bir qurdaladım, hamısı yandı. Görək, uşaq öldürməyib, Ha, maşallah. Yo, bunu bilirsiniz. Nədir? Təşəkkür zad elədilər nəsə? Yo, elə bir qurdaladım, hamısı söndü də, hamısı yandı. Belə nəysə bastım. Hər o bilik zadı Hə, yandırdı. bütün sinifin işıqları söndü, bütün siniflər. Yo, mən sana bir şey dadasın da. Bunlar hara gedir, yandırır, kör qoyur da hamını. Başqa nə bazarsan, ay oğul? Başqa kompüter mühəndisliyi. Ha, bunu deyirəm, o institutu yandırdım, oranı kör qoydum şeylə. Yox, bu yaxşı. Dövrüm deyirəm.
Elə bir ikinci kursdayam yenə. Kompüter işləmir. Gah işləyir, gah işləmir. Gah yanır, gah sönür. Hə. Bir dənə sayt yüklədim. Girdim həmin proqrama. Orada nəsə elə düz qoş elədim, yandı. Yandı. Hamısı. Ha. Diplom sertifikası nəsə verdilər sənə bir şey bununla bağlı. Yox, kompüterlər yandı. Nətər? Başım çıxmırdı. Orada nəyisə qurdaladım, belə hamısı yandı. Virus saldı. Hə, deyirlər virusdur. Dedilər bilgisayara, onlar bilgisayara. Neçənci kursda olub bu? İkinci kursun yaz ayları. Beytaşad da bu nəsil Beytaşad. Başqa nə olub? Bir danış görüm. Cəld ol da, çox gözləyəcəm. Qadına açar yerini yağladana hər dəfə eyni şey. Mənə dəymə. Uşaq gəlir deyən, seviş deyən, əli bir şey atmır. İkinizə də qurban olum. Sağda uşağımıza da. Çox sevinirəm, uğurum. Amma bir yandan narahatam. Nə də? Deyirəm, bu vaxt deyə ikimiz idik, bir tər başımızı gizləyirdik. Amma indi uşaq gələcək, uşağın da xərci bilsən nə qədər çoxdur. Ona görə deyirəm, nəsə eləmək lazımdır. Nə? İş tapıb işləmək lazımdır. Yox, qətiyyən, mən razı deyiləm. Nətər? Sən bu vəziyyətdə işləməyə mən qətiyyən razı deyiləm. Mən özümü demirəm, ha oğuru. Səni deyirəm, Sonra axa. Niyə? Sonra. Uşaq gələndə öz urusu özünlə gəlir. Olmaz, ikincində fikirləşərik. Qadan oğlum, mən sağ gələndən ərçörək yeməmişəm. Mən sağ gələndən eyni sözü eşidirəm. Uşaq gələcək, Rus sözündən qabaq gələcək. Qonaq gələcək, Rus sözündən qabaq gələcək. Oğuzun qaşını Ruzu gələcək. Yağış yağır, damır, deyir göydə Ruzu yağır. Ərmin çörəyinə vaxt görəcək. Yaşlı dədəm nənəm var, qardaşımın canında Allah sağ olsun. Göndərir. Sağ olsun qonşular, onlardan yığıb gətirirəm. Bəs sən nətər olacaqsın, oğlum? Rəhmətli atam deyirdi də, arvad qapısı alçaq olar. O mənada Dözmədin eləmi? Başıma taqqıldadısan? Yox, uğurum. Heç nə, pul qudurdub səni qınamıram. Ay uğurum. Səhv başa düşdün, o mənada demədim ha. Sən nə mənada dedin, mən yaxşı bilirəm. Yaxşı başa düşürəm, biz tupoy deyilik. Ay Uğursa, qurban olum. Qələt elədim Uğur. Belə başımı daşdan daşa... Olan o sözü deməz. Başımı daşdan daşa vurdum. Qələt elədim, ay Uğur. Türk polisi başıma şapalaq vur, nə bilim sənin annen böyle, dayım böyle. Gedim mən söyledim. Ya dadağın adını sevmem. Dedin yetti mən. Demə, Tam bunun adını sevmem. Anlaşıldım sonra bir şey. Aha. Heç nə də dedi, get səni bağışlayıram hocalarına. Polis bıraktı səni. Mən buraxdı getdim. Ay bacı, başqa vaxt deyirsiniz. Bu uşaq beyninlə oxuyub da, beyninlə universitet bitirib. Ha, bu başda dəyən zərbələrlə universitet bitirib gəlibdir. Nə vaxt olub, bacısa nə vaxt olub? Bax, deyir nə vaxt olub. Danışır da, nə? İkinci kursda dayısı. Bu da ikinci kursda olur. Yeni başlayanda çox şey olur da. Bəxtəylə nə da 810 dənə şey danışıb, hamısı ikinci kursda. Bir dənə üçüncü və dördüncü kursları danış. Mən bir o mərhələni bir dinləyim səndən. Buyur, aha, onu alıb səndən. 3-4. Danışıram. Deməli, dayı, bir dəfə 3-cü kursdan 4-cü kursun uşaqları gəliblər üstümüzə davaya. Biz də oxuyuruq 2-ci kursda. Neçənci? 2-ci kursda. İkinci də dayısı ikinci. Ay bacı, bu dubina ikinci kursdan qovalanıb. Açıq deyə bilmir. Belə altdan deyir. Bir qandırınlar. Başqa. Mənim yarımçıq adama iş verəcək. Yəni elə bir iş yox. Mən belə adamla iş qura bilmərəm. Qutardı. Demişəm sizə, hissləndirməyin də Sadiqi. Sən canım bu. Bir dənə aşağı elə bunda bir budu var da qutardı. Hemen canım, bu biz ondan niye iş başına dönerim. İç, gör başın sana ne deyir, belə duraya. Başı qurban. Bax. Öyle məzlum baxma, tədəqə oxşuyursan, elə baxan. Bax, gör nə deyirəm, ay Sadiq. Bəlkə sənin qıraqda, kənarda 12.140 manat pulun ola. Mən bir buna iş qoşum düzü. 12.140. 50, 120, 140. 140. Əlinlə qoymuşsan pulu. Ay bala, rəqamına kimi, ay bacı, bir sən nətər, dayan. Ya, sən hər şeylər bilsəm. Açıq deyim, mən bu başdan bu uşağı iş tapa bilmirəm. Bunda baş işləmir. Vay. Vay, qavaldaşın sən çıxır. Ay bəlkə, elə bu işi quraq, turistlər yığaq bunun başını dağıdıq 500 manat. Yəni ya budur, ya da bunu Roma yanında moykaya düzəldə bilərəm. Başqa buna iş yoxdur. Nə moyka? Moykada işləyənəm mən. İstəməyək, xeyr, işləməyəcək. Orada da Yox, moyka, burada buz da. kimi, hava soyuq, uşağın qalbi şeylə, ciğərləri soyuqlasın. Ay boşu quduqa belə deyirsək ki, elə bir uşağın savadlı mavadlı uşaqda işsiz qalıbdır. Ya bu deyil, bəyənmişsə başqa iş tapmıram. Sən but xoşlamırsan. Yox, yiyəcəkdim.
Dur. Nə oldu ha? Sən başda oturmağa layiq deyilsən. Atama yaraşır bu yer. Hə, nuş elin, yensin. Alədir də, alədir. Çox işiniz düşəcək mənə, görərsiniz. Ha, vecmədir. Duyğu, nəsə pişir orada? Alo. Bəli? Kimdə? Ne danışırsınız? Ne danışır? işe. Oldu, narahat olmayın. Tamam. İşe düzeldim. Aa, bakayım, ne iş öyle? Dövlət işim ama. Deyirəm, uşaq vaxtı bu sevinəndə həmişə ona bir mahnı oxuyurdum. Əvvazə necədir deyir? Mamasının çəpişi orada oyun çıxarır. Qaçıb gəlib yanıma. Çıxarır. Yukarı yerdi. Durma, yemək gətir. Tez ol, biraz əllə ol. Başa düşmədim. Bəyək, bəs sən demədin ki, bacım gilə yeyəcəm? Bacım gildə yemək var idi, sən yox idin də. Sənsiz də boğazıma yemək keçmir, hə, biraz orada romantik olmadı. Bax, sən də insana da verdim. Yəqin ki, inanmağımı gözləmirsən də. De görüm nə olub? Danış görüm. Ay, kişi niyə bahis haqqında arvadla danışır? Heç danışmamısan ki, danış. Ma deyir ki, bacım deyir ki, Tez açın. bəlkə ehtiyatda 12.000 pulun ola. Elə bil əlinlə qoyuyor. Pulumun yerini bilir, az qalır. Rəqamı qəpiyinə qəpikdir. Deyirəm, nə edirsən 12.000-i? Deyir ki, ver vəfadara iş kurum. Xeyir ola. Hə də mən də onu deyirəm, xeyirdir mi? Elə 6.000-ni verirəm sənə. 6.000 də verirəm Sarıya. Xoşbəxt həyatımı yaşayaram da, başqa dönüm. Başa düşmədim. 6.000 Sarıya niyə verirsən? Sarı kimdir? Sən öz payına düşən 6.000-lə maraqlan da. Başa düşmədim. Mənə baxın. Mən nağıl zat danışmayım burada. 6.000 kimə verirsən sən, hə? Hansı Sarıya verirsən? Demək ki, bacıma. Demək ki, bacım Sarıya verirsən. Niyə deməyim, bacımı niyə deməyim deyirsən? Deyinəm, məntiqən bir başa düşüm. Hər dəfə bacı deyirsən. İndi bu dəfə çevir də görüm kimi deyəcəksən. Hə. Yaxşı. Hər şey danışacağam. Açıq deyim, Sarıya yaman vurulmuşam. Kimi vurulmuş? Hər gün gecə gündüz Sarını düşünürəm. Üstü açıqda 2 qapılıdır deyin. Özdə super da belə yığacam da. Elə bir ilkin ödənişini verirsən, götürsən 6.000 ilkin ödəniş verirsən, ay bay həm də sən də sürərsən, mən də sürərəm. Ümumiyyətlə mən Sarıya meyilliyəm maşınlarda. Sən öz payına düşən 6.000-dən nə edəcəksən? Mən də 6.000-i verəcəm mamama. Pulun üstünə pul gələr deyirlər də, baxma işə zada yatırım eləyər. Üzə Ləman demiş, siz tərəf pul dağıdan deyil, nəsə. Ləman dedi. Ay Ləman elə biz tərəfdən, getdi nənəsi gələ oldu o tərəf. Mən sana bir şey deyim. Bizim evimizi çöldən sənin maman idarə edir, içərdən də Ləman idarə edir. Biz evdə belə əl kuklasına dönmüşük. Belə şey yoxdur ya. İndi mən başa düşmədim. Sən indi 6.000 mənə verəssənsə, 6.000 də vəfadara verəssən. Bacım gəl. Qəpik də verməyəcəm. Onlara salam minnətlə verirəm. Qutarda əlaqələr kəsmişəm. Sən də onlarla münasibətləri soyut. O arada qohumlarının qızının zadını göstərdin deyə vəfadar almaq üçün. Lazım deyil. Ehtiyac yoxdur. Onlardan nə xeyir görmüşük. Fazildən nə xeyir gördük ki, onlardan nə xeyir görürük. Saat tavşırıram, Duyğuya demişəm. Əlaqəni kəsin onlarla. Duyğuya nədir? Duyğunun nə dəxlisi var ki bu söhbətə? Duyğunun nə dəxlisi var? Bax, buradan fasilə götürürük belə. Duyğu kimdir? Kirayəşin. Ay sağ ol. Kirayəşin göstərdi qızın şəklini, bəyəndi, vəfadarla evləndi. Allah eləsin. Oldu bizim qohum, düzdürmü? Sonra Duyğu deyəcək ki, mənim qohumum sənin bacın oğlunla evlidir də, olmuşuq qohumda, kiranı pulsuz elə. Nə deyəcəm? Heç nə dəməyəsən Həsən onda. Görsən, bir daha bunu şeylən ki, hər şey düzəlir. Düz deyirsən, ağlıma batdı, düz deyirsən. Onu görə deyirəm, hər şeyi sən də orada 2 dəfəyə başa düşürsünüz. Bir dəfəyə başa düşün. Kim o? O kimdir? O kimdir? O kimdir? Sən dedin. Sən deyirsən o kimdir, mən deyirəm o kimdir ki? Mən dedim, o kimdir ki görəsən? Mən nə bilim, kim deyirsən, düzün denə. Bilmirəm ha, kim deyirəm görəsən? Bilmirəm mən. Başıma hava gəldi mi? Bilmirəm, mən pişim varsa gedim, mən gedim. O kimdir? O əvəzli idi, bilirəm, onu keçmişdim məktəbdə. Ay Vəfa, bu işdə yemək yeyəndə sonra mədəm öldürür məni. Mən sənə patron yağında yemək pişirərəm apararsan, onda mədəvin ağrısı keçəcək. İşdə nə gəldi yeyirsən, heç bilirsən hansı yağda pişirirlər. Düz deyirsən, heç bu ağlıma gəlmir. Deyirəm, sabah qəşəng bir yemək pişirərsən, bacımgili çağıraram. Yeyərlər, baxarlar ki, mənim yoldaşım necə yemək pişirir. Niyə? Təzə gəlinci adam ki, mənim əl qabiliyyətimə baxacaqlar. Yox, əgər bacını üçün darıxmısansa, götür o patron yağını, apar, həm bacını gör, həm də sənin üçün dadlı yeməklər pişirsin. Düz deyirsən, ay Vəfa. Gedim. Onu da apar. Yaxşı.
Sadiq, niyə yemirsən? Nəsə iştahım yoxdur. Hə, gözlə. İndi bəs necə? Tam istədiyim kimi deyil. Bildim. Biz ondan necədir? Bax, indi oldu tam. Biz ondan əladır. Onda gedim özümə də bir bizon gətirim, oturaq baş-başa yemək yeyək. Get gətir. Sadiq, deyirəm, burada pulsuz köfə yeri bilirəm. Bəlkə gedək içək. Pulsuzsa içək də. Hə, deyək ki, gedək. Getdik. Xanım, mən bilirəm ki, Qafqazın ən böyük mebel şəhəri olan bizim ev mebel şəhərində 100-dən çox brendin mağazası var. Avangard, klassik, modern üslubda həm yerli, həm də digər ölkələrin yumşaq, qonaq, yataq, mətbəx mebelləri var. Bəli, həm nəqd ala bilərsiniz, həm də kreditlə. Nə gözəl, çox sağ ol. Hə, Sadiq, kofendə işin qutardınsa, gedək mebellərin pulunu ödə. Halal olsun, bir dənə kofeyle işi qurdun ha. Keyfiniz çöktü. Bazarlıq eləmişdi. Hə, əlbəttə. Tam orada qiymətlər münasib. Meyvələr də il boyu təp-təzə, özdə maya dəyərlə. Da keyfiniz kök olsun da. Hə, qardaş, o öz yerində. Amma üstəlik də kassa çekimizdə yazılıb ki, falımız həyat qısa, amma sizə çox dəri bir sürpriz olacaq. Ona sevinirik. Hə, bu Tamdan Ulduzlu Günlər kampaniyası. Yəqin uşağınızın fallı deyir. Hə, yox, uşağı həkim deyibdi. Qızılgülün qardaşı xaricdən yaxşı pulla gəlir. Ondan yəqin bizi görün baxım eləyək, odur. Onu deyir. Təbrik edirəm, təbrik Sağ ol. edirəm. Sağ ol, sağ ol. Gəl qadınam, gəl. Patronun, Pizonun, Bizim Ev Mebel şəhərinin və Tam Store'un baş sponsorluğu ilə iki qapı arasında serialı reklamlardan sonra davam eder. Ürürəm də bura üçün. Adamın gözünə işıq gəlir, hə oğlum? Necəsiniz, neyiniz? Sizi burada görürəm, həm sevinirəm, həm üzülürəm. Uğur kişi, soruş niyə? Hə, vaxtımız yoxdur soruşmağa. Saxla, bazarlığımız elif çıxırıq, gəl. Yəni, nə bazarlıqdır, kim adı üçün eləyirsiniz? Yəni, uşağın əyləncəsi, təbrik edirəm, gözünüz aydın olsun. Vaxtımızı alma. Bizi vəfadar müəllim gözləyir. Ora gedir. Vəfadar kimdir, hə? Hansı vəfadar? Vəfadar kimdir? Vəfadar nədir? Ağzının danışığını bil. O kimi? Yaxşı, yaxşı. Sən əsəbləşmək olmaz, bu insabat dədə olasan. Əsəbləşmə. Vəfadar müəllim. Vəfadar müəllim, vəfadar müəllim. Kim? Vəfadar müəllim də, ha? Bu vəfadar müəllim sənin bacı oğlundur. Nə tez yaddan çıxartdın? Ha, vəfasız. Ha, bizim boş oğlu, ha? Kimləsi səfsarsız, gedin işinizdən, gücünüzdən məşğul vəfadara bax, ha? Hə, səhvi sən sala bilərsən, biz yox. Qızılgül sənədi öz gözünlə görübdür. Vəfadarı yuxarı yerə vəzifəyə təyin ediblər. Bəli, Sadiq. Sən bilirsən ki, məndə yalan yoxdur. Ta dövran dəyişdi. Çərxi fələk tərsinə fırlandı. İndən belə hamı başda sən olmaqla vəfadar müəllimə vəfadar müəllim deyəcək. Yavaş, sən boğazım yardı. Sən özün laqruşka çox sarsın, başıma görüm. Onda nəsə da vəfadar fitnən çağırmırıq da. Yaxşıdır, qəşəng fikir açmışsınız. İndi bu söhbət ona görə alış-veriş edirsiniz, pul da mən ödəyirəm. Sən kimsən? Sən kimsən? Vəfadar müəllim, dura-dura sən kimsən ki, bazarlığımızı sən ödəyəsən? Gəl, bu qanqan deyir, İtə qurta baş qoşmayın, gedək bazarlığımızı eləyək. Günah məndədir, şəngülmlər niyə fikir verirsən? Vəfadar nə vəzifəsdə? Bir saata vəfadar hörmət elədi. Söhbətdən danışırlar səy-səy. Süda bəy. Bir gözəl işdir ki, elə belə iş nədir? Dövlət işidir ki, ha? Neçə mərtəbəli bina. Yox, yox. Yox, sənlə deyiləmiş. Hə, qəşəkdir, yaxşı maaşlıdır. Elə belə işə getməz axı mənim uşağım. Sağ ol. Elə belə getməz. Nə? Sən oğluva iş tapsın?
Sən o oğlun ali savadlıdır mı? Deyirəm, az birdən yəni diplomumuz adı var, 2-ci kursdan zatdan tullamayıblar bayra. Magistr oxuyub. Hə, bu başqa məsələ. İndi görək də, axırandan zatdan düzəltəyirik də. İndi hər halda bir getsin, görək nədir, nə deyil də. Hə, heç nə, Südabə. Xeyirlisi olsun. Yaxşı, sonra danışarıq. Sən məni çərrədəcəksən, hə? Nətərdim ama? Anan indi durub bir qazan boş pişirəcək. Tamat rəngində alıb əlinə zöpsüz sarı, yaşıl, göy. Kimə oxşadı bu? Anıva oxşayardın sən gərək zövqdə. Heç deyirəm mənə bənzəmədin. Heç heyf məndən. Onda belə elə. Get mənim bu badımcan əhli kəmərimi gətir. Uzun şiş olan tufli ilə giyinim gedim. Sən deyirəm, ağzımda deyirəm mədəni ol. Sən heç danışığını bilmirsən. At ondan götür. Örnək olsa bu. 2 diplomu var kişinin. Onun danışığı kimi danış. Onun kimi. Elə atamdan eşitmişəm də bu sözləri. Məni yandıracağı bu. Vəfadar maman qurban. Atan evdə bir cürdür. Çöldə bir cür. Evdə bir cür danışır. Çöldə bir cür. Evdə bir üzü var, o bir üzü də çöldədir. Yəni barı deyirəm ona oxşar. Demək ki atam kimi 200 olum. Həm elə, həm belə. Sən məni çərədəcəksən. Vəfadar, sən məni çərədəcəksən. Geyin get. Fazilin iş yerinə, mən indi atana zəng eləyib, nə deyil onu deyəcəm. Yaxşı? Qırmızını giyenim. Yox! Vəfadar, çıx! Çıxdım. Çatdım. Ay Hidayət müəllim, mən işimi görürəm, tapşırıqları verirəm. Mən qaralıyım kişi. Nə bilirsən, yoxdur. Sən gülüm, hardasan? Sənə deməmişəm işinə geyişmə. Geyişmə? Hə. Yox, deməmişəm. Deməmişəm, vaxtında işin başında ol. İşin başında ol? Hə. Yox, onu da deməmişəm. Deməmişəm, mən işinə məsuliyyətli ol. Məsuliyyət? Yox, onu da deməmişəm. Heç birini deməmişəm. Yox. Mən burada nə işləyirəm? Mən tapşırıq verməkdə onlar deyirlər. Hidayət müəllim düzür də mənə itin sözünü verim. Sən bu gündən vaxtında işin başında olsa keçmirsən. Məsuliyyətli ol. Getdik. Bunu tapşırıq söz verməyinə bax, işlə mənə, Sadiq. Sağ ol. Sadiq, müəllim dedi, yoruldu. Mənim müəllim dediyim adam var. Mən bilirəm kimə müəllim deyirəm. Evdən də razıdırlar. Ala bu sənin taxtan. Sənin geyimin keçmin. Bu da sənin stulun. Əlvida mən getdim. Harayasa, buraya. Buraya qoy qaçırım buraya. Bir danışıqlı fikir verir. Kimdə o müəllim dediyin adam? Müəllim vəfadar. Getdi yuxarı məni də özünlə aparır. Atam? Sən öz yanına çəkir. Atam səni yanına çəkdirlə, sənlə dədəm yanına gedir. Atan nədir? Vəfadar mənim daim oğlu vəfadar. Getdi vəzifəyə də. Bizim vəfuş. Məni də apardı özünlə. Ay yalan boş söhbət. Get işinlə məşğul ol. Hala get işini gör. Onun özünü yanına dartan lazım. Bəs siqərini gözümlə görmüşəm. Davay, getdim. Siqərini gözünə. Ay, yoxsa bizim vəfadar müəllim həqqi vəzifəyə gedib, hə? O qədər dedilər, vəfadara müəllim deməyəndə olmur, ya. Bəlkə zəng eləyim, duyğu ilə sevgi edeyim ki, planlar dəyişdi. Tez münasibətlər düzəlsinlər. Sağ ol, vəfadar müəllim. Bak. Mənim uzaq qohumlarsa yaxın qoşum. Nə tərsən? Az bir dəqiqə dayan görüm, kinoya da baxa bilmədim. Evə bazarlıq elib üstümə nəyə gəlirsən? Sağ ol səni. Az evimi eləməmişəm, Sizə göz aydınlığına gəlmişəm. Vəzifəli vəfadar müəllimin xanım xatın anası. Az gəl səni öpüm ver. Solangül. Azlar sizi indən belə Solangül yox, belə Soğangüldür. Nətərsən? Yaxşı. Xeyirdir? Əlbəttə xeyirdir. Başı deyirəm gözün aydın olsun. Qulaq as, sən getmə bir rəngi çay gətir. Səninlə söhbətim olacaq. Nə söhbət? Nə olub ki? Talilühlü bir söhbət. Lühlü nə də az? Az. Çəkib dana. Deyirəm bacı. Vəfadar oğul. Şu vəzifəyə. Bugün indi başını bağlamasan, toba vəzifəyə girəndən sonra ələyağını yığışdıra bilməyəcəksən. Nə tərəyiyorsunuz? Bu söhbət çaysız geçmir. Dana git çay gətir. Allah səsələ. Alıblar da apar.
Bunlar da bax, ha. Başa düşmədim. Bu əlin, ayağın, o nə? Asa deyirəm, apar bunu. Çay gətir, pürrəngi. Danışaq. Danışacaq. Tut. Nə almısan mənə? Az, yaxşı şeylər almışam. Görəm elə. Sən dədəyin canım, xeyli elə. Yaxşı. Dağıtın da bu soğukda yeməm tutsun. İmkan ver də, imkan ver. İmkan ver, həll eləyəcəm. Ay qız o gül, Vəfa getdi. Az Vəfanı neyinirsən? Səndən nə gizlədim, onsuz axıra və biləcəksən də. Vəfadar üçün bir dənə qəşəng, layiqli qız tapmışam. Şəkillərini gətirmişdim, göstərim. Apar o şəkilləri vur qara mərmərə. Hara vurun? Deyirəm ki, gecikirsən, bax, dünyadan xəbəri yoxdur ha. Yo, nə olub ki? Bax, Vəfadarın nişanı olacaq. Və mən bura niyə gəlmişəm ki? Oturduq indi Vəfa ilə danışırıq ki, görək Xonçanın nəyi çatışmır, onu Allah qoyaq. Ha, bir də konferi qalıb, qala hamısını almışam. Mən baxa, kimdən, haçan oldu bu? Az, layıqlı bir nəslin nümayəndəsi ilə ailə quracaq. Kimdə o layiqli nəslin nümayəndəsi? Xalam qızı. Göz qabağındadır layiqli nəslin nümayəndəsi. Nədir az, nə olub az? Sizə bax hələ. Göstər görüm, göstər. Ay parsası. Gözə gəlməsin, nə deyim, gözləriniz ayağının altına qızın, ala. Bax hələ. Nədir o? Ya, elə oxuşuyorsunuz ha. Baxalam qızı dana. Tapa bunu tapır Vəfadar. Vəfadar bu ilə evlənəndir bəyəm. Niyə evlənmir? O cür vəsfəli oğlan indi gələ-gələ bunu alıb aparacaq. Nədir az qız uşaqdan ha? Gəlin köçəcək gözələ, biz ərə gedəndən sonra qəşərləşirik. Ölür qızın dərdinə, bütün günü qapıların ağzında uluyurdu. Hə, baxan kimi ölünməli qız oxşur axı. Elə şey yoxdur. Vəfadar mənim qohumum alacaq. Əsl, yaxşı nəsil nümayəndəsinin qızını almalıdır. Dad, bir sən nə var? Nədir? Çalış, bax, məndən eşitməmsən. Vəfanın gözünə görsənmə. Niyə? Başa düşmədim. Səhləsi gedir səndə. Səhərdən inan başı səni yaşayıb quru sərir. Mənim gözüm uçurdu ya onun ötürü deyil. Mən Sadiqə indi zəng edib deyərəm. O bilər yeri necədir. Az geç kimə deyəsən deyə, nə imza lazımdır? Geç kimə deyəsən deyə. Yəni indi gedib Sadiqə deyəcəm, gözdə. Səhləsi gedirmiş Vəfadan. Ha, oğul, nətər oldu? Kreslo xoşuna gəldi? Yaxşıdır, Ağsaqqal. Narahat olma, siz çıxın bayra. Özləri yaxınlaşacaq sizə. Nə deyirsən bala? Kreslonu məşq edirəm, onun təsirindəyəm. Salam. Salam. Hə, deyirəm ki, bir dənə də kreslo katibənə seçərsən. Saçma satın. Mən rəmi dağıtmayın, bu həqqi vəzifəyə gedir. Mən belə həsanlarım. Ay, öz də yüksək vəzifəyə. O nə vəzifədir ki, bunun sənəd yoxdur. Belə vəzifə olmur axı başqadan o. Ay dayı, uzatma da. Mənim kirişkam var. Bax, nə yazılmışdı? Bir dənə baxın. Bu savadı yoxdur axı, bunun diplomsuz asız nətər vəzifəyə getdi ay başqadan. Ay, sən elə danışırsan, mən o 2 diplomu elə belə almamışam. Birini verdim buna. Sən universitetdən qovalansan, beynin içində bu savad olmayandan sonra vəzifədən nətər işləyəcək ay başqadan. Savad. Düzdürmü? Bəli. Savad genetik faktorlara söykənən qlobal, nüansal bir nəsnədir. Bəli, savad. Və bizlər, biz deyəndə yanım mən, bu genetik nəsnə söykənərək ləlönlü edənləri özümüzdən incavara uzaqlaşdırırıq. Ay, fikir verdin. 2 cümlədə həm öz təbəqəsinin səviyyəsini göstərdi, həm də sənin kimlərin dilindən danışdı ki, sən də başa düşəsən. Bu başa düşmədim. Bacı oğlum, nə qulluq elimlər, bir kirişkanın arasında daha şirinlik qoysun, xahiş eləyirəm. Ata, dayıya deyirəm ki, biz özümüz ona buna şirinlik verdik. Biz özümüz ona buna şirinlik verdik. Sən elə bizdən uzaq durmağın özü bir qulluqdur. Aşağılıqda da belə deyir, mamağa şahit eləsəm ki, deyəcəm dayıqdan soyuqda bıraxsın. Yaxşı, qapı oradadır. Nə deyirəm? Mən nə deyirəm, Vəfadır? Həmişə uşaqlıqdan ən böyük arzum olubdur ki, sənin yəngə xeyir vermə. Yoxsa hər kreslo? Nə baxayım, tələsə. Nəlbəkiyə. Sən çayın dadlı olur az. Dağıtdım Nəlbəkiyə.
Az vəfa, az oyunun olsun. Vəzifəli oğlanın anası olandan tapaşını itirirsən ha. Nədir? Bu çayın yanında beşin yatanı parmağımı salım işləyir. Az buna bax. Deyirəm ki, uşaq vəzifəyə gedəndən maması qurban ona, elə fikrim qalıb onun yanında. Az bu dəqiqə. Getdi. Bacı, elbsə asatlı vəzifəli oğlunun anası olmaq. Aç. Haraya işsən? Sən gördüm, yaxşı yadıma düşdü. Nə? Ma bax, bəlkə sən mənə kömək eləyəsən. Sayışım düşüb. Şeydir, bilirsən də bu vəfadar vəsiyyət düzəlib axı. O yaxşı. Hə, belə yaman yuxarılara qalxıb, hə. Şeydir, mənim bir dənə subay xalam qızı var. Deyirəm, bu da subaydan. Gəl bunları adaxlı eləyək. Sən də vəfaya tərifli ilə deyirən yaxça qızdı, elə yaxçadır ki, bunlar istəkli olsunlar da nə baxma. Kimi tərifləməz? Mənim xalam qızını. Sizin nəslin nümayə. Sən bilsən, məndə yalan yoxdur bacım. Mən olmayan şey nətər tərifliyim. Qabiliyyətiniz yox, qanacağınız yox, təmizkarlığınız yox, arvadlığınız yox. Nəyi tərifləyəcəm? Özdəki qız aramızda qalsın. Vəfarın sevdiyi qız var. Hə, mənə uşaqlıqdan sevirlər bir-birini, öyür qızın dərdinə divanədir. İndi elə Vəfa ilə onu danışırdıq ki, qızın qapısının nətər yalvar yapışı ilçi gedək. Elə oldu? Yox, belə olanmaz, yavaş. Mən gərək həyat yoldaşım Sadiqə dəyişəm ki, bu işin içinə yetsin, o mənə kömək eləsin ki, mən vəfadar xalam qızını şey eləyim, istəkli olsunlar onlar. Bu ya, səylərin qırılsın. Bu niyə vəfadar vəzifəyə girən olsun Sadiqə ərim deyir, həyat yoldaşım deyir. Ay Qızılgül. Bax, başıma qurban. Deyirəm ki, sənin zövqün bir başqadır da. Bənət. Bu nə şirniyyatlardır seçim gətirmirsən. Ən sevdiyim şirniyyatlar var. Sən mənim zövqümü elə uğuru seçəndə görməliydin. Sən mənim canım. Asas. Gör, bacın sana nə göstər. Nə qoqqayı? Bu qıza nə deyirsən? Xalam qızıdır. Vəfadarla da yaşları düşür. İndi 5 yaş qız bundan böyükdür, olsun da na. Nə dərdim? Xan qızı. Sortumuz gözəldir, ha, sortumuz gözəldir. Deyirəm ki, bu kimə qismət olsa ha, əbədi bədbəxt olar. Niyə? Əbədi ha. Niyə? Bir şey deyim sənə, inciməyim. Nə daf? Adın nə oldu? Xanım, Qızılgül xanım. Ay Qızılgül xanım, mən bir şey deyim ki, insanın vəzifəsi qalxdıqca səviyyəsi də qalxır. Hə, bənə. Yəni bu bizim zövqümüzdə, səviyyəmizdə olan bir adam deyil də. Yəni bil ki, sən, nə də sizin ailə, nəsil bizim səviyyədə olan adamlar deyil. Dur! Get mənim gətirdiyim bu bazarığı qoy bura. O şirniyyatları da hamısını get bura. Az hamısını açıb gətirmişəm, nəyə gətirim? Canına azar eləyirsən. Açmısan, yemisən, nə qədərini yemisən, pulunu da qoy içinə, gətir görün bura. Sizin minnətli, mənim xalam qızı 45 ildə oturub evdə. İnan qapımızda tıxacdır elçilər əlindən. Bənə zət qoymuşuq, dirək zət qoymuşuq ki, evi dağıtmasınlar. Minnətiniz olsun, ha. Dedilər, buna bax, səviyyəmiz deyil, bu olub elə bugün keçin vəzifəyə, nə işinizdir? Allah sən saxla. Hazır buradasan. Salam qadın, nətərsən? Sağ ol. Qabaq bir dəfə öpüşürlər, indi mod 2 dəfəndir. Bura bax, səndən bir xahişim var. Buyur. Oğlun indi vəzifəli şəxsdə. Ona deyə bilərsən, mənə bir iş düzüb qoşsun. Ay qoş kişi, bax ağzında vəzifəli şəxs deyirsən. Adamın üzü gəlmir o vəzifəli şəxsə dəqiqə başı nəsə söz desin. Bir şey yaramısan, eləmi? Yaxşı, oğlun hardadır? Orada oturub. Özüm deyərəm, iş lazım deyil. Qafa da ar. Nə dedi bu? Müəllim. Aha. Buyur. Qafa da mən sizə bir işim düşübdür. Normaldır. Mənə bir işdən gücdən nəsə düz qoşa bilərsinizmi? Müəllim. İstəyərəm, əl uzadım sənə, amma belə bilmirəm, sən nə bacarırsan. Bilmirəm. Maşın sürmək bilirsənsə, elə ol sürücüm. Rahat.
sürmək belədir də. Uşaq vaxtı o 3 təkərli velosipeddən sonra mənim əlim rula dəyməyib. Yox, sən yorarsan bizi. Yazı pozisyon ətə. Əla, gözəl də xəttim var. Əla. Amma bir dənə əmması var. Nə? O camaat ki, Kirildən Latına keçdi ha. Mən keçə bilmədim. O pisdir da. Uğurçik. Can. Onda gəl belə eləyək. Kompüter işini ətərdim. Bırax, əlim təmiz, ayağın təmiz. Əla. Dendi, seqə dağıdıram. Amma sonra çıxanlardan başım çıxmır. Üzr istəyirəm, sizin də qızıldan qiymətli vaxtınızı alıram. Yox, əsas o da onu dilvə gətirib etiraf edirsən. O heç. Amma mən də istəyirəm ki, sən hələ boş getməyəsən də nəsə bir düzək qoşaq. Can da belə eləyək. İngilis dili. Yəqin ki, bilirsən də, yəni bunu savadlı insanlar bilir yalnız. Bilmirəm, amma öyrənərəm. 5-6 ilə ingilisini semişka kimi çıxdıyarım. Yəni o iradəni görürsən özün. Bəli, bəli, potensial var. Qəşəng, onda başla bu gündən. Nə iş görəcək? İş yox. Kursa başla, 5-6 ilə öyrənəndən sonra gəl, sənə bir dənə iş taparıq. İngilis dilindən başqa ali variant yoxdur. Var, çoxdur. Atamla danış, vaxtım oldu. Hədə yəni yəqin deyir ki, ingilis dili öyrən, yanımda tərcüməçi götürəcəkdir, yoxsa? Bildik də, bildik. 5-6 ilə yaxanırlar, eşşək. Yarımsınız, dədə bala bir işə. Vəsfəli adam. Gənə gedim görüm bəlkə. Hayata yorursa deyirsə. Yenə pişirir bacım. Əlin qızılda. Salamsız, kəlamsız onu deyim ki, vəfadardan incimişəm. Dayısından soyuq davranır. Niyə? Biz kimlə inciyək? Biz kimə öz şikayətimizi edək? Vəfadar dedi ki, ana, mən indi bildim ki, mən atalı analı yetiməm, dayılı yetiməm. Arxamda heç kim dayanmır. Məni qatma. Mən bir əlim cibimdə, bir əlim vəfadarın üstündə olur. Məni qatma. Həmişə mən vəfadarı əl atmışam. Sən elə, bax o qara siyahıya salınan adamların başında dayanırsan. Mən, ay bacı qadın, mən həmişə sizə əl atmışam. Mən qurban olduqlarımı görürüm. Mənə yaraşmır, heç kişi xeylağı yap. Hər şeyi deyə bilmirəm, dilimə yatmıram, nəysə şeytan lənə. Nəyəmsən, hə, biz indiyə kimi? Nağarmısan, hə? Əlim xamırlı, mənim gül ağzım. Nəyəmsən? Nağarmısan ki? Yaraşmır amma deyəcəm. Hamiləydin, bacı. Ərinə dedin ki, ürəyim alça istəyir. Fazil dedi ki, 10-cu ay gözdə alçanın sezonunda alaram. Qardaşım, ürəyim durmadı. Keçənlə getdim, alçanı aldım. Bacı qardaş duza batıb geldi. Hə, nə oldu? 1 kilo alçadan 2 dənə mən yiyəm ya yox. Qalanını qoyub qabağa tuzluyum. Ay, yaxşı elədim, gedim. Mən almışdım, mən yedim. Boğmalanmadım. Xəstəxanada çıxa bilmirdiniz. Xəstəxana pulunu ödədim, muştuluqlar ödədim. Fazilin oğlu oldu, Fazil gəldi məndən muştuluq istədi. Ay, baş həmin ailəsiniz, yaraşmır. Uşağı salafana pişələmişdiniz, suluqlamışdı uşaq onun içində. Getdim, bez aldım, bez öyrətdim sizi. Nə pis, kalyaska aldım. 11-ci sinifə kimi o kalyaskada geçələndi. İndi nə oldu? Sadiq, ağzına baxla. Gör nə var, gör nə deyir. Hələ mən heç vaxt ölənə qədər o torpağımın üstündə ot bitənə qədər mən unutmaram. Elə zəng elədim gecə. Dedim ki, Sadiq, uşaq ağlayır, soska yoxdur. Sən nə dedin? Mən gələnmərəm, alanmaram, dədəsi var, alsın, mən onu unutmaram. Dedim, xırda 20 qəpiyim yox, bana fazla deyir 20 qəpiyim də alsın. İndi bir soska görə bu. Bəsdir. Ay, bacı məktəbini oxutdum. Türkiyədə, xaricdə, universitetdə oxutdum. İlliyini ödədim, çivxəşdim. Hər ay $2000 pul yolluyordum balana. Nə oldu? Soxma o parmaqlarımı gözümə. Bildiyin nə var? Soxma. $2000. Uşaq deyir ki, mama, universitetdə oxuyuram 2-ci kursda. Deyir ki, mənim nə qələmim var, nə də ki, dəftərim var. Pulum yoxdur alım. Deyir, dayıma zəng elədim. Dayıma dedim, deyir, elə qulağıma pul verdi. Dedi, sənin 40 qəpiyin olmadı mı o uşağa göndərməsən? $2000 yollamışsın da o 40 qəpiyi doktora verərdi. Ay, bana nə qərb alasın? Bəsdir, mənim oğlum nə qədər düz deyir ki, ana, mən öz ayaqlarım üstə qaldım. Vəsiyə də özüm getdim. Halal olsun anasının babası. Halal olsun ona. Bu vəzifə dersə yumşaram. Vəzifə nə vəzifədir? Bir dənə madə, nə? Nə vəzifə? Yox, madə demir də, mən maraq öldürür məni. Düz eləyir. Mənim oğlum bilir. Kimə deyir, kimə yox. Ya, tabii kəlmədə. Qardaşınqam, canınqam, nə vəzifədir? Yeri burada sənə canım. Demirsən? Yox.
Ha, yaxşı da olar. Mən bilirəm onu nətər öyrənəcəm. Elə belə deyirəm, başa qalxmıram. Unu da mən almışam, yağı da bax kömürə kimi mən almışam. Halal haram xoşunuz olsun ha. Əziz Çiləkeş xanım və həyat yoldaşım. Sizi bura niyə çağırmışam? Niyə? Hayır. Planla bari çağırmışam. Yəni bir plan qurmuşam. Kimdir? Bəlkə heç kim deyil. Qara bəxtim düşüb dalımca müəllim. İşdən çıxardıblar mən. Vəfadarı mutlu oldum, o da mən işə götürdüm. Gəldin Sadiqin ayağına. İşin düşdü mənə. Yaxşı. Eşsiz. Sən də qoşulursan bu işə. Plan qurmuşam bir dənə. Deməli plan belədir. Vəfadar ol əlyazı, vəsiqəyə qırmızı. Qırmızı? Yox, mən qırmızı rəngi xoşlamıram, başqa rəng olsun. Mən də xoşlamıram. Sənə belə yaşıl rəngdə, belə sarı rəngdə güllər alacam. Gül deyə plan qururam ya burada. İndi mən elə başa düşdüm ki, hamımız qırmızılığımıza salmalıyıq da, hə? Sən qadağımsın. Bunu sən bacaracaqsan. Deməli, amma birinci istəyirəm ki, sevgi getsin. Yox da mən birinci girməyim də, qoy başqa adam girsin, sonra mən girərəm. Sevgi deyirəm, başına dönüm. Yegiş hər şeyə vadar eləmə də mənim. Mən elə bilirəm sevgi ilə deyirsən də mənəm. Yaxşı, onu qoy birinci sevgi girsin, alındırmasa mən girərəm. Yaxşı, yaxın olsa birazdan sənə sevgi göstərəcəm. Deməli, sevgi, gedirsən, girirsən, vəfa gələ. Boy, belə önəmli şey niyə qapının ağzına qoysunlar ki? Yox, bu olmaz. Üstə, bu nədir qıpqırmızı? Ən yaxşısı gedim hamıma baxım. Ay mama, mənim bu vəsiqəmi hara qoyubsuz siz? Hələ 1000 dəfə demişəm, bir şeyi götürdüzsə, qoyun bunu yerinə də. Dəvə deyil, fil deyil. Buradır ki. Ağın da qurlar, dayan dana neyiniysən, himə bənddir. İçində bir dənə belə xadıma yatır. Ehsan, hadi sən danışsan. Deməli, getdim gördüm ki, vəsiqə durub orada. Elə onu da Allah getmişsən, nə qardır? Amma... Açdın, baxdın? Yox, baxmadım. Rəngi nəsə o deyildi, xoşuma gəlmədi qırmızı. Nə qardın? Heç nə gördüm, orada hamam mənə baxır. Mən hamama baxıram. Gözlə dalını mən danışım. Dayana bilmədim bu baxışmaya. Baxışdınız. Axırı sən hamama tərəf getdin. Girdin, gördün üstüsü gəlib. Vəsiqə də başını buraxmışsan. Girdin, yaxalandın, kirini, pasını vəfanın evinə töküb. Xalatını geri gəldin, düzdür. Düzdür, ay sağ ol, eləcə də oldu. Zəkasına belə adamdır, mən bilmirəm. Yaxşı qurutdun mu? Sonra danışarıq. Duyğu. Duyğu deyirəm. Bir də başqa adamın adına reaksiya versən, peni götürüb malasan qurudacaq. Baya düşdük. Gözlə. İlişmir. Orada şey düyün düşür. Gözlə. Nə qıvırcıq çıxır ərsəndən düşür. Eşsən Duyğu. Gedirsən, vəfa gələ. Görsən qırmızı vəsiqəni hara qoyub? Demək, Sadiq, buradan çıxanda gördüm ki, acımdan başım gicələnir. Gedən kimi nəsə atışdırdın, tanıyıram, düzdür mü? Bilmirəm, mən bələdəm də. Demək, yemək yeyə, gördüm ki, şkafın üstündə nəsə qırmızı var. Sən qadağım elə sənətdə o lazımdır da. Durdum, götürdüm onu, doğradım, yedim. Nə yedin? Tavşoz yedi. Sən hadi başqa yedin, nə yedin? Pomidor yedim. Pomidor idi o qırmızı, yedin mi onu? Tanırsan. Dadlı pomidor idi. Tanıram utanmağını. İndi axşam vaxtı o qədər yemək olar, partlayıram. Araya da diyetanda pozdum. Beynim pozur. Belə şey yox da. Biri gedir çirni pasını tökür, biri gedir boğazını otar. Ay bala bu nə komandat bunlar heç görmək olmur. Yegiş. Ay yeganə. Hayır, mən əsəməliyim. Burada nəsdən yegiş var? Yəni dedim ki, birdən Haycan deyərəm, Xətifə deyər, pis olasın. Yegiş. Haycan. Can sənə. Eşitsən. Da yaxı, onu çıxart.
Ama takdir çirkinsən, qayəsən. Bu nədir, bu nətər? Eşitsən, o tərəf qırağa baxım danışım. Gedib girsən bacım gələ. Oradan da girdim dəhlizə. Dəhlizə ələk-vələk elədim, gördüm heç yoxdur. Oradan da girdim qonaq otağına. Ay, burada da heç yox imiş. Sonra yavaş girdim ayının otağına. Ayı kimdir? Ay, yəqin dayısına ay deyir, ayıya dayı deyir. Aha. Bayaqdan danışan yeganə imiş. Ya, Mickey Mouse idi, yeganə onun sözünü kəsdi də. Yox, bayaqdan yox. Biz çıxandan sonra görərsən. Bax, Mickey Mouse hər axşam danışır, nə zaman. Davam edeyim. Hə. Deməli, ayının yatağı otağında birdən ora-bura gedirəm. Bir də gördüm qapı açıldı, kimciysə yaxşı. Üstünə çıxıblar, yeyə söyməsin. Görün. Ya, xeyr vermə, bir imkan ver də, ay bala, gir filmə baxır, elə bir. Bir dayan da, aha. Bir də gördüm, Maşa. Maşa girdi içəri. Maşa? Maşa kimdir? Maşa kim? Vafaya Maşa deyirsən. Bacıma Maşa deyirsən, bir də kəllə qoy. Ha, bir dəqiqə, bacıma Maşa deyirsən. Ha, yox, bacım nə dayı müəllimi? Maşa Medved. Maşa Medved. Maşadakı Medved, Maşa. Oturdum, baxdım Maşa Medvedə. Ha, seriyasına. Ha, bir dənə beynim açıldı. Ay, sevgi başı, beynim açıldı. İndi bir dənə belə gəlib mənə belə. Zaki eyni də abi, sən rabitəniz tutun. Ha, mən sən yollamışdım multfilmə baxmağa. Sənin başın qaçıb, plandanla yolla. Dedim get qırmızı sənətdə bax, gör nə yazılıb, ay bala. O mənim sənə bir geri qabır sənə. Bir dəfə otur bax da, bir dəfə dəstir götür, otur bax da, gör adamın beyni necə açılır. Bir də Rozu Pantera var, ona bax. Bunların ikisinin başına çatmır ha. Rose Pantera. Dırım. Dırım, 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 dırım. Deyre, 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 dım. Deyirmə batdı. Gedirəm, girirəm bacım gələ. Dırım. Dırım. Dırım, 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 dırım. Ay Fazil, o qapını bağla da, donduq öldük ki. Bir yerim kırmıştı. Bu da yer vardı. Kameram kırdı. Yaxşı yemeği az yemişim. Bir avırtılık olacaqdı. Axırcı. Ne yazdılar? Ne? Ay, ne yenirse. Bir dəqiqə dayana xəstədir. 5 litr suyu hara çizirsən, ay bala xəstə deyim bu. Müəllim, belə oyadılar da, nətər oyadım? Ay suyu adamın üzündə çilirlər, oyadılar, vedrəyə döndərdi ki, bu oğlum ölmüşdü mü ya? Mənə bax, indi özünə gəldinsə, öyrənə bildin o krişkada nə yazılmışdı? Artıq görmürsən, alnına yazılıb da. Alnıma yazılıb. Nə yazılıb? Alnıma bir dənə oxuyun gör. Nöqtə M-İ-T-K-Ş. Mitikçiş dedi? Mitikş. Mitikş. Ay nöqtə ilə cümlə başı beyniniz işləndir, bir normal oxuyun. Tərs oxuyun görün. Ş-K-T-İ-M nöqtə. Çıktım. Oynama çıktım. Oynama çıktım. Tarkan bu şıkdamla qavağa getdi. İndi bacı oğlu şıkdamla qavağa gedir. Nəsə sirri bir şey var. Bir dəqiqə yanım, mən başım qarışdı. Bu nədir, necə indi biz? Sən get başın qarış. Sən belə işlərə qarışma, yəni başına dönərəm. Mən bildim nədir o. Adam adlardır baş hərflərlə. Ş Arif. K Ceyhun. T Qarayev Rəşad. Görsən, beynə bax, dubin adda. Qapı döyülür. Bir baxın gör kimdir. Qapı döyülür. Bax görüm. Ay, boş yoxdur ya. Ha, belə şey yoxdur. T Qarayev Rəşad. Onda İda Piryev Kənandır. Yaxşı. M nədir?
Abuzer. O kadar fəxr eləyirəm, o kadar. Heyecandan yatamıram. Dəhşət. Vəfadar haqqında istəyirəm bir, danışsın bir 5 dəqiqə danışsın. Danış. Mən, o uşaq mənim qusağımdadır. Neydi bu ona? Kim pul bıraxdı? Kimdi? Ona cavab lazım. Düzün nə Sən demək lazımdır? nağarmışsan, sən nağarmışsan, qaqa. Necəsiniz? Özünü gümrah hiss edirsiniz. Yaxşıdır, gümrah da, şuxdur. Bu dəqiqə vəzifəyə hazırdır. Bu kimdir? Amma sualları Vəfadar bəy vermiş. Bu mənim Dayısı dayım. ya. Amma belə baxanda heç kim. Zəhər ayla, zəhər olur. Burada danışır. Hələ bir krestoya qalxmışsan ki, məni hazırsan. Qardaş, bir işimlə bağlı məlumatlandırardınız, həyatan öldürür. İşimiz şıkıdımdır. Şıkıdımı bildi, gecədə yatmamışıq, 2 gündür şıkıdım. Başa düşmür. Sıkıdım bilmirsən nədir? Bu. Sıkıdım bilmirsən nədir? Buna yakalar, izah eləyərdiniz, başqa dönüm. İşin şıkıtımın nə dəxli var? Əsas odur ki, yüksək işdir. Bəli, yüksək. Harada işləyəcək, hesabsa yerini yurdunu bilək. Vəfadar bəy, bu ay bu ərazidə işləyəcəksən. Mən gedim ləvazimatları gətirim. Bu ərazidə hər ay bir yerdə dayığın arxadayım. İstəyirəm bir 5 dəqiqə Vəfadar haqqında dayım. Deyirəm dayının arxa dayağıdır. Amma mamasının ürəyi oradakı Oynamağına bax, çox şəxsiyyət oyunuz var. Hərdəki böcəyi, arada bir hörümçəyi. Yaxşı, tamam, sən dedin, qafiyə düzgəsin deyə hər nə gəl deyirsən. Deyirəm ki, ancaq Fazil bəyin oğlu belə vəzifədə işləyə bilər. Mən özümlə fəxr eləyirəm, özüm kimisi yox. Həqiqətən sənin kimisi yoxdur, özünü tanıyan adamsan. Vəfadar, dayı öyrənsən. Bu da sənin ləvazimatların. Buyur. Ay müəllim, bu nə vəzifədir belə nərdivan? Belə yüksək vəzifə. Nədir ki, qardaşım, izah eləyərdin də bu nərdivan nə qalxası? Şirkətim, yarın ki, şəhər kameralarının təmizlənməsi idarəsi mərkəzi. Bilmeyi onu, amma mən yenə bilmədim nə işləyirəm. Sən onu de, adını de. Bu iş nədir? Yağış yağır, palçıq olur, kameraların qabağı çirklənir. Normal. Onlar təmizləmək bir adam lazımdır, yoxsa yox. Bildiyin əl buyruğudur bu. Amma çalış çaqçıq eləmə. Bu nə iş? Bunun çaqçıqı da var bu işi. Var. Bundan qabaqki işçilər işıqforda dayanan maşınların şüşələrini silirdi. Təkərlərini qaraldırdı. Aman astadalar. Ona görə də işdən qovdular. İşte təşəkkür edirəm, var olun. Budur da. İşlərində uğurlar. Mən getdim. Oldu, öpürəm. Bunun özü bir kuruk işliği var o işte. Fikir verdiniz, Fitnə Fatanım. Bacım, mən dedim ki, Vəfadarı aparım bir səliqəli moykada, bahalı yerdə, isti yerdə otursun, moykada işləsin. Sən nə dedin? Dedim soyuq olar, şaxdır. Soyuq olar. İndi sərin belə ilıq havada başına dön. Ailə öp, götür. Sən maşından təkərləri bunu eləyərsən, bacı, sən bundan təmizləyərsən, sən də nərdivandan kəndirbazlıq eləyərsən. Elə sizə bu iş yaraşır, öpürəm, şıqıdım. Ay Sadiq. Qalk tərə Sadiq. Ay, dayısını oxşamış. Sən görün. Mən də 6000-i verəcəm mamama, o pulun üstünə pul yığsın. Ona niyə var? Çox götür qoy. Etdi. Hə. Bu qızın gözəlliyinə. Halındır. Getdi. Hə, duyğu deyirəm. Bu dəqiqə feni alacam, ağzını açacam, unqumunu qurulayacam. Onta çox çirkin görsənirsən. Gördülər mi səni yanmır? İmkan ver də yəqə xeyir verir. İmkan ver danışsın da baba. Üstünə mi çıxlara yenmişsin? Bu kirovkası var, Çin'den vuran kimi ağılır. Deməli dayı, bir dəfə 3-cü kursun uşaqları üstümüzə gəlir davaya. Biz də oxuyuruq 2-ci kurslar. Ay, bu binam! Dayı, bir dəfə... Mən də gülmək
Sana bilirəm o sözü deyəcək. At dubina. Ay bacı bu çocuk kuşdan kovalanıp gelipti. Abi gelmiş. Allah hamd olsun. Güclərimi saxladım Cevşo. Dayı, deməli bir dəfə 3-cü kursdan 4-cü kursun uşaqları gəliblər üstümüzə davaya. Biz də oxuyuruq 2-ci kursda. At dubina. Ay bacı. Ha bu dubina çocuk kuşdan kovalanıp. Ay kopustan kalsın sas. La qoy. Buyur. Ya da bunu moyka düzəldə roman yanına. Ana moyka. Bu da keçdiyəm. Yazın işləyib ha orada. Bilirəm səni. Gör nə deyir. Ay Sadiq. Patronun, Pizonun, Bizim Ev Mebel şəhərinin və Tam Store'un baş sponsorluğu ilə iki qapı arasında serialı başa çatdı.